özü üçün yaşayan adam dünyanın ən avara insanıdır və ən bədbaxt insanıdır. Məna qaçır o adamın həyatından. İnsan özü üçün yaşayırsa, o mənasız insandır. İnsanı mənalandıran onun haqqa xidmətidir. Ədalətə, doğruluğa, həqiqətə. Sən hər addımınla, hər hərəkətinlə, hər imzanla, hər sözünlə buna xidmət eləməlisən. Yalnız bu xidməti görəndə, yəni hər addımında göylə bağlılığını təmin edirsənsə, sən dünyanın mutlususan. Sənin kökün torpaqdan daha çox göyə uzanmalıdır. Göydən qidalanmalısan sən hər an. Və göyə verdiyin xidmət də göydən aldığın qidadır, mutluluqdur. İnsanlar ona görə bədbaxtlar ki, amal yoxdur həyatlarında. Bilirsiniz, hərdən bir nostalji olur məndə. Uşaqlıqda baxdığım filmlərə dönüb, Sovet filmlərinə baxıram, bu bolşeviklər falan. Birdən fərqinə varıram ki, bunların da həyatında heç olmasa bir amal var idi. Yalançı amal idi. Amma amal var idi ki, biz ədalətli, istismarsız bir dünya qururuq. İnsanlar bunun üçün yaşayırdılar, mübarizə aparırdılar, ölürdülər. Pavel Karçaginlər, məsələn, Polad necə bərkidir. Və bu, ədəbiyyat olaraq da gözəl idi, estetik bir gözəlliyi də var idi. Biz hərislik üzərində qurulmuş kapitalistik dünyanı dağıdırıq, yeni bir dünya yaradırıq, amal haqqında danışırlar. Nikita Mixalkovun bir məşhur filmi vardı. Svoy sredi çujih, çujoy sredi svoyih. Şedevr, western janrında çəkmişdi. Amma orada o ideyanı bir səhər gördüm ki, göstərmək istəyir ki, bu var dövlət hərisliyi insanın bütün gözəlliyini pozur, dostluğunu pozur. Yəni, varı həyatının mərkəzinə qoyan cəmiyyət bədbaxt cəmiyyətdir. Və güya bunlar bu monsterdan, bu əjdahadan, bu canavardan qurtarmaq istəyirdilər bəşəriyyəti. Amal, bu mif insanların həyatını gözəlləşdirirdi. Konfutsi isə deyir ki, insanın həyatını gözəlləşdirən göyə xidmətdir.